Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Bakı şəhəri 2-ci Fəxri Xiyabanda 27 sentyabr 2020-ci il tarixində başlanmış Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidlik göstərən Azərbaycanın milli qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən müharibəsinin şəhidi Həmidov Şükür Nərimanoğlunun 50 illik yubileyi münasibətilə tədbir keçirildi. 2-ci Fəxri Xiyabanda şəhidimizin məzarı üzərinə əklil və gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. Tədbir Sumqayıt şəhəri 28 may Mədəniyyət evində davam etdirildi. Tədbirdə Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları İmamverdi İsmailov, Ceyhun Məmmədov, hüquq mühafizə orqanları, Yeni Azərbaycan Partiyası rayon təşkilatının rəhbərliyi, Müdafiə Nazirliyinin əməkdaşları, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər, milli qəhrəmanımızın döyüş yoldaşları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak etdilər. Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək bildirdi ki, sentyabrın 27-sindən başlayan 44 gün davam edən işğal altındakı torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Qeyd olundu ki, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki, biz torpaqlarımızı düşmənlərdən azad edək. Digər çıxış edənlər vurğuladılar ki, 30 ilə yaxın əsrətində olduğumuz Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. Şəhid milli qəhrəman Şükür Həmidovun qardaşı Əsəd Həmidov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Tədbirdə qəhrəmanlıq və vətənpərvərlik mövzusuna aid şeirlər səsləndirilib, Respublikanın tanınmış müğənnilərinin ifasında muğam parçaları səsləndirildi. Qeyd edək ki, Həmidov Şükür Nərimanoğlu 1 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olub. 2016-cı il aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Şükür Həmidov Azərbaycanın milli qəhrəmanı adına layiq görülüb. Şükür Həmidov Vətən müharibəsi zamanı 22 oktyabr 2020-ci il tarixində doğulub böyüdüyü doğma Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, Bakı şəhəri 2-ci Fəxri Xiyabanda dəfn edilib. Ailəli idi, 2 övladı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin.